Yazılı imtahan cavabları necə yoxlanılır? Şagirdlərin gələcək təhsilində mühüm rol oynayan bu prosesi sizə təqdim edirik. 27-ci sualın hal-hazırda yazılışıdır. Buradan oxuyuruq sualı. Sonra öncə mətnlə tanış oluruq, mətn budur və birinci paraqrafda bizdən bu sözün sinonimi tələb olunur. Sonra dönürük meyar hissəsinə, gördüyünüz kimi meyar düyməsini sıxdım və meyarlarla tanış oluruq. Hansı halda şagirdimiz tam balla qiymətləndiriləcək, hansı halda yarım balla, yəni 1 balla, hansı halda 0 balla. Meyarlarla da tanış olduqdan sonra cavab düyməsini sıxaraq artıq qiymətləndirmə prosesinə başlayırıq. Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təşkil olunan mediaturda çıxış edən mərkəzin aparat rəhbəri Vəfadar Misrov qeyd edib ki, müxtəlif imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılmasının həm onlayn, həm də DİM-in elektron imtahanlar korpusunda, o cümlədən regional bölmələrində həyata keçirilir. Tədbirdə sual kitabçalarının avtomatlaşdırılmış çap sistemi və materialların hazırlandığı qapalı məkan haqqında videoçarx da nümayiş etdirilir. Mart ayının 2-sində və 9-da 11-ci siniflər üçün təşkil edilən buraxılış imtahanlarının yazı ilə yoxlama prosesi həyata keçirilir. Yoxlama prosesi demək olar ki, artıq yekunlaşmaq üzrədir. 2 Mart imtahan nəticəsi bu həftənin sonuna yaxın. 9 Mart imtahan nəticəsi isə qarşıdakı həftə ərzində elan edilməsi gözlənilir. Yoxlama prosesinə Respublikamızın müxtəlif məktəblərində çalışan ixtisas fənn müəllimləri may şirkəsində cəlb olunur. Yoxlama prosesinə cəlb olunan müəllimlər əvvəlcə mütləq bir seçim mərhələsindən, 2 mərhələli seçim mərhələsindən keçirlər. Bunlar bu proses mərhələ ondan ibarətdir ki, əvvəl ixtisas üzrə test imtahanı təşkil edilir, həm də yazılı tapşırıqlar üzrə imtahan təşkil edilir. Daha sonra isə real yazı işlərinin qiymətləndirilməsi üzrə bir seçim mərhələsi təşkil edilir. Hər iki mərhələdə yüksək nəticə göstərən müəllimlərimiz yazı işlərinin yoxlaması prosesinə qoşulurlar. Müəyyən insanlar saxta hesablar yaradırlar və həmin o saxta hesablar vasitəsilə hər hansı bir imtahan ballarının artırılması və yaxud da ki, gələcək imtahana düşən suallarla bağlı onlar deyirlər ki, biz sizə əvvəlcədən bu sualları təqdim edə bilərik və yaxud da ki, sizin hansısa bir balınızı artıra bilərik. Dövlət İmtahan Mərkəzi bir daha bildirir ki, əlbəttə bütün bunların hamısı dələduzluq hallarıdır. Dövlət İmtahan Mərkəzinin məlumat bazaları, bunlar yüksək təhlükəsizlik tədbirləri əsasında qorunub saxlanılır. Ona görə də kiminsə həmin o bazaya daxil olmaq və orada hansısa bir dəyişiklik eləmək imkanı yoxdur. Valideynlər diqqətli olmalıdırlar, öz övladlarını nəzarətdə saxlamalıdırlar.